Artıq dedik ki, İsraillə Amerika Birləşmiş Ştatları arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bir neçə gündür İranın da başı daha çox Xamenei ilə bağlı dəfn mərasimi, vida mərasiminə qarşı burada tökülən gözyaşları, verilən açıqlamalar, anti-Trump mövqeyi əlbəttə ki, Amerika Birləşmiş Ştatlarında da izlənilir. Amma buna rəğmən Birləşmiş Ştatlar Prezidenti Donald Trump hazırda hərbi əməliyyatları yenidən başlamaq niyyətində görünmür. Daha çox danışıqlar masasında proseslərin həllini tapmasını istəyir. Danışıqlar masasında da şərtlər fərqlidir. Yəni İranın şərtləri fərqlidir, Amerika Birləşmiş Ştatlarının istəyi fərqlidir. Hörmüz boğazı məsələsi və neftlə bağlı məqamlar Amerika Birləşmiş Ştatlarının prioritetidirsə, İran bu məsələdə nə qədər güzəştə gedə bilər? Həqiqətən haqlısınız. Həm İsrailin, həm ABŞ-ın prioritetləri müxtəlifdir, müəyyən mənada müxtəlifdir. Elə dediyimiz kimi İsrailin əsas hədəfləri Hezbollah ilə Hamasdır və proksi qüvvələridir, İranın proksi qüvvələri. ABŞ-ın əsas məqsədi orada nüvə proqramıdır, deməli Hörmüz boğazıdır, neftin oradan çıxarılmasıdır, marşrutların təsdiqləməsidir və s. Əlbəttə müəyyən kompromislər əldə oluna bilər və bunu deməli danışıqların gedişatı göstərəcək. Düşünürəm ki, İran öz mövqeyində qalaraq onun mövqeyi kifayət qədər sərtdir, amma lazım olan məqamlarda onların o sərt mövqeləri mülayimləşir. Çünki onlar başa düşürlər ki, misal üçün əgər milli maraqlara cavab verən addımlar atmaq lazımdırsa, bunlar buna gedirlər. Və o mənada deməli mən düşünürəm ki, bu istiqamətdə də danışıqlar gedəcək. Amma onlar paralel olaraq təbii ki, Amerika Birləşmiş Ştatlardan müəyyən güzəştlər tələb edəcəklər. Mən dediyim kimi sanksiyaların aradan götürülməsi, bir sıra dondurulmuş vəsaitlərin onlara qaytarılması, Hörmüz boğazının blokadasının aradan götürülməsi və buna oxşar problemlər. Yəni mən belə başa düşürəm ki, ABŞ rəhbərliyini deməli Hizbullahdır, Hamasdır, digər proksi qüvvələr o qədər də narahat etmir. Bunu narahat edən İsraildir və təbii ki, burada hal-hazırda biz bilirik ki, Netanyahu ABŞ-a səfər etməyə hazırlaşır və mən düşünürəm ki, burada müəyyən ciddi deməli söhbətlər olacaq, fikir mübadiləsi olacaq və ola bilsin ki, bunlar müəyyən razılığa gələ bilsinlər.